olar ki, hər gün boru müayinələri aparırıq. Hələ bir dənə qızımın səsi çıxmır, maşallah. Qızımızda 4 ildə hamiləlik baş vermir. İndi uşaqlıq borularını yoxlayacağıq. İnşallah nəticəsi bizi sevindirər, boruları açıq olur. Hə qızım? Halal. Pasiyentimizdə 4 ildə hamiləlik baş vermir. 4 ildə bir dəfə uşaqlıq boruları müayinəsi aparılmayıb. Biz bugün uşaqlıq boruları müayinəsini etdik. Yəni, boru filmi deyirlər buna. Və nəticəni göstərəcəm. Borular açıqdır, amma uşaqlıq 2 buynuzludur. Nurayna xanımla bərabər bucaq görürsünüz, bu hissə 3 bucaq formasındadır. 4 ildir, yəni sonsuzluq. Burada növbəti taktika nədən ibarət olacaq? Belə halda mütləq surətdə kiçik çanağın emirdə müayinəsini istəyirik. Əgər ara kəsmə varsa, onun dərinliyi, qalınlığı, ölçüsü bizim üçün çox vacibdir. Əgər isteroskopik müalicəyə alacağıqsa, biz öncədən əməliyyat həcmini bilməliyik. Belə.